Salam aleyküm. Vaxtınız xeyir olsun. Bura deməli Tula şəhəridir. Tula şəhərinin deməli Tula Kremlidir. Burada deməli kiçik mağazalar var. Əsasən suvenir satışı ilə məşğullar. Bugün şənbə günüdür. Şənbə günüdür. Rus xalqının istirahət günüdür. Tula Kremlinin içərisində gəzib istirahət edirlər. Tula Kremlinin tarixinə bir nəzər salaq. Səthi. Yəqin ki, tarixdən də bilirsiniz. Bu Kremli dağıdılması deməli Krım xanı tərəfindən, Dövlət Grey tərəfindən 1552-ci ilin iyun ayında hücum nəticəsində baş veribdi. Onun deməli təməlinə qədər 30 minlik Dövlət Grey öz qoşunu ilə gəlib dağıdır deməli Tula Kremlini. Bundan qabaq Rus dilində çəkmişdim bu deməli Kremlin ərazisini. Ətraflı oradan məlumat vermişdim. Neçə qüllədən ibarətdir. Ümumi ərazisi nə qədərdir. Divarların hündürlüyü, qalınlığı hamısı. Deməli, bunun Kremlin restavrasiyası, təmiri başlanılır Serinin dövründə 1941-ci ildə qərar verilir. Baxmayaraq ki, 41-ci ildə qərar verilir. Yalnız əsas işlərə başlanır 47-ci ildə. Deməli, restavrasiya işləri, təmir işləri çox ləng gedir. 52-ci ildə yenidən qərar verir Seri Nazirlər Kabineti oktyabr ayında təmir olunması haqqında Tula Kremlinin işlər biraz deməli tezləşdirilir. Bütün bunlara baxmayaraq çox ləng gedir təmir işləri. Təmir işlərinin həyata keçirən iki heykəltaraş əsas başçılıq eləyirlər. Bunlardan biri Senatov olur, öbürsü isə Xamçov. Burada qüllələrinin, deməli divar qüllələrinin hansı tərəfə, deməli hansı istiqamətə baxmasından asılı olaraq deməli elə də adlandırılır. Məsələn, Nifiski darvazaları deyilən yerdir. Sonra Adoyev darvazaları deməli deyilən qüllədir. Adoyev indi müasir dövrdə Tula vilayətinin bir rayonudur. Kiçik rayondur. Baxmayaraq ki, Tula'nın yaşıdır, amma kiçik bir rayondur. Hardasa təxminən səhv eləmirəmsə 60 kilometrində, 60-70 kilometrində yerləşir Adoyev şəhəri.
Sonra bu tərəfdə deməli bir dəqiqə görürsünüz. Spassky kilsəsini. İndi birazdan yaxına gəlib orada dəqiqləşdirmək olar kim tərəfindən neçənci ildə inşa olunub. Qaydaq təmir işinə, deməli Kremlin yalnız başa çatdırılır, baxmayaraq ki, qərar verilir 41-ci ildə. Təmir işləri qurtarır bir də 1980-ci ildə. Yəni, hardasa 39 il davam edir. Bu Tula Kremlinin təmiri. SSR-nin dövründə bu arxitektura işlərinə o qədər də diqqət yetirilmirdi. Ya yaşlı nəsil dəqiqliyi ilə bilir. Yalnız dövlətin durumu onları maraqlandırırdı. Bir estetikaya, ondan sonra şəhər salınmasında heç bir, deyək ki, onun gözəlliyinə, şəhərin, hər hansı bir binanın haradasa inşa olunanda onun dayandığı mövqeyə fikir verən yox idi. Lazımdır, elə orada da tikirdilər. Məsələn, misal gətirmək olar onu bütün SSR-nin ərazisində bu Областной исполнительный komitet deyirlər. Burada adı onun Ağ evdir. Məsələn, Ağ evdə burada düzəldiblər onu. Tikiblər daha doğrusu Tulanın mərkəzində. Burada yaşayanlar və yaxud da ki, Rusiyada yaşayanlar çox gözəl bilirlər. Sovetskaya 47 deməli ünvanında. Deməli meydanın sağ tərəfində 17-19-cu əsrlərə aid kilsələrdir. Yanında da ki 70-ci ildə tikilmiş Ağ ev. Belə çox necə deyək, belə ekskursiya deyək də, üzr istəyirəm. Neredeyse bir 30 ile yaxın yaşayıram Rusiyada. Lazım olan sözləri, kəlmələri tapmaq mənə çətinlik edir. Rus dilində tez adamın yadına düşür sözlər, tarixlər tez deyirsən lazım olduğu kimi. Bu Azərbaycan dilində biraz yadırğamışam. O belə. Buradan biz oxuyaq. Ola bilsin burada yazılıbdır nə vaxtı tikilməsi. Сооружен, значит, в 1762-1764 годах. Deməli, tikilib inşa olunubdur 1762-1764-cü illərdə. Yəqin ki, 62-də başlayıb, 64-də də tamamlayıblar. Arxitektor məlum deyil. Divarda yazılan əlyazmalar toplumu 1765-1766-cı illərdədir. Kilsə tərəfindən izah verilib davam eləməsinə işinin, kilsənin bu xramda 19 oktyabr yeni stillə 1766-cı ildə.
Ha, bu saborda deməli arxiyepiskop Tulanın və Belyovun arxiyepiskopu Nikandır. Və onun balaca kiçik yaşlı uşaqları dəfn olunub. Святому благоверному великому князю Дмитрию Донскому. Için məlumatımız var tarix haqqında. Bunlar tarixi şəxsiyyətlər olublar. Sağ olun. Diqqətinizə